Növbəti bir sual odur ki, Savalan bəy, bütün müştəriləri məmnun salmaq mümkündürmü? Ümumiyyətlə buna biz çalışmalıyıqmı ki, hamını məmnun salaq, yoxsa bir standart xidmət şərtlərimiz olmalıdır, onu yerinə yetirməliyik? Belə deyə bilərəm. Necə ki bütün müştərilər bizim deyil, yəni mən belə düşünürəm. Yəni biz bütün hamını əldə etməyə çalışmamalıyıq. Belə bir şey də var ki, bütün müştəriləri məmnun etmək olarmı? Cavab odur ki, hə. Bütün müştəriləri məmnun etmək olar, amma həmişə yox. Yəni mənim 100 müştərim var. Bu gün o 100 müştərinin 100-ünü də məmnun edə bilərəm. Amma burada insan faktoru olduğu üçün sabah o müştərilərdən birinin psixoloji durumunda nəsə ola bilər, məndən narazı ola bilər. Məsəl üçün nümunə gətirirəm, market işlədirəm. 100 dənə müştərim var, 100 də məndən razıdır. Amma sabahları bir müştəri gəldi parkinqdə. Orada nümayəndə ilə yüngülvari bir problem yaşadı. İçəri girəndə mənə aqressiyalı davranacaq və nəticə etibarən onun üçün mənim xidmət səviyyəm aşağı düşmüş kimi görünəcək. Bu əslində belə deyil. Yəni burada əsas olan stabilliyi qorumaqdır. Əsas olan xidmət səviyyəsini qoruyub saxlamaqdır və bütün müştərilər məndən razı olsun və həmişə razı olsun. Bu biraz qeyri-realdır. Sadəcə orada dediyim kimi, yəni hamı razı ola bilər, amma həmişə olmayacaq.